1743'te nə oldu? Şərq xanlığı yarandı. 1747. Nadir Şah Nadir öldü. Şah öldü, xanlıqları Azərbaycan xanlıqlar dövrü başladı. Deməli artıq 18-ci əsrin ikinci yarısı Azərbaycan necə bir vəziyyətdir? Xan, Yəni dağınıqlıq. Bəli. 1748-ci ildə nə baş verdi? Bayat Savaşı. Bir də 1748 hansı qalanın əsası qoyuldu elə 1748-də? Bayat. Bayat qalası. Bayat qalası harda yerləşirdi? Bayatda. Bayat harda yerləşir? Qarabağda. Elə Bayat savaşı kimlə kim arasında olmuşdu? Naxçıvan şəkli. Bayat savaşı kimlə kim arasında olmuşdu? Hadisələr. Qarabağla hadisələr Şəki arasında olmuş. Nəticəsi nə oldu? Elə bir ki biz qalib gəldik. Biz, o da hamısı bizik. Hamısı ayrı xanlıqlardır. Kim qalib gəlir? Kim qalib? Şəki məğlub olur. Şəkinin nüfuzu olmana baxmayaraq, Şəki məğlub olur. Burada da Pənahəli yeni yaratmış olan Pənahəli nüfuzsuz olsa da nüfuzu qalxır. Deyək, Pənahəli xanın sikkəsiz gümüş idi. Biz ona sikkə vurduq, qayıtdıq. Deməli, Bayat savaşında Pənahəli xan qalib gəlir, Şəkili hadisələr məğlub olubdur. 1752-ci ildə nə baş veribdi? Aha, Qızılqaya xan kimə qarşı yönəlmişdi? Nuray. Tələbiyə qarşıydı. Ay, Nuray, Qızılqayada iştirak etmiş xanlıqlar. Mən deyirəm, Gəncə, Qaradağ, Qarabağ, Naxçıvan, Təbriz. Yox, İrəvan. Bir dənə də İrəvan. Aha, yaxşı, 1755-də nə oldu Nuray? Hə, dağınıqlıq oldu. Bir də Şirvana yürüyüşü. Şirvana kim uğursuz yürüş elədi? Şirvana hadisələr. Hadisələr. Bir də 1755-də saray çevrişi oldu. Harada? Harada saray çevrişi oldu? Qazanlı Heydər təməz gəldi. İrəvanda. İrəvanda kim getdi, kim gəldi? Qazanlı təməz gəldi. Əfşarlar getdi, Qacarlar gəldi. 1757 hansı döyüş oldu? Xatın arxı döyüşü. 1757 Xatın arxı döyüşü oldu. Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş elədi 1757-ci ildə. 1757 eyni zamanda Qubaya hara birləşdirilmişdi? Salyan. Salyan Qubaya birləşdirildi. Kimin dövrünə aiddir bu? Baxmıram. Kimin dövrünə aid idi bu? Kimin? Hadisələr. Qubada kimin dövrünə aid idi? Fətəliyə aid deyildi. Fətəli 58-də gələcək. Salyan birləşdirməsi kimə aid idi? Kimə aid idi Salyan birləşdirməsi? Hüseynəli xana aid idi. 1757. 1759-da nə baş verir? 59, Qarabağ. Bəli. 59-cu ildə iki hadisə var. Nədir? Bir Qarabağ. Qarabağa kimin yürüşüdür? Elə Fətəlidə. Qarabağa Urmiyalı Fətəli xanın yürüşüdür. Urmiyalı Fətəli xan Qarabağa yürüş elədi. Bir də 1759-da Quba haranı birləşdirdi 59-da? 59-u Dərbəndi. Dərbəndi birləşdirdi. 1760, 61, 62 yazmışıq. 60, 61, 62-də kim yürüş eləmişdi Cənub xanı Urmiya xan üzərinə? Rusiya. Kərim xan Zənd Cənubdan yürüş eləmişdi. Elə 61-ci də hansı döyüş olmuşdu? Ucan üzündə Qaraçəmən döyüşü olmuşdu. Nəticədə Xoy xanı xəyanət edir deyə məhz bu da Urmiyalı Fətəli xan məğlub olmuşdu. 1765-ci ildə, 63-cü ildə nə baş vermişdi? 67. 63. Şiraz qonaqlığı, Şiraz şəni. Urmiyalı Fətəli xan ölür. Onun üzərində qələbəni qeyd etmək üçün nə edirlər xanlar? Hansı xanlıqlar iştirak eləmişdi burada? Hə, Bəxtiyar İrəvan, Qarabağ, Qaradağ, Naxçıvan.